Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahın yani insanlara, bəndələrinə verdiyi nemətlərdən biri də sağlam qəlbdir. Yəni onun qəlbinin sağlam olması, həsəddən, paxıllıqdan, kindən uzaq olmasıdır. Yəni bu qəlb həqiqətən də salamat qəlbdir. Həşr surəsi 10-cu ayədə Allah Teala buyurur ki, ey Rəbbimiz, yəni möminlər belə deyərlər, ey Rəbbimiz bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz, sən həqiqətən də şəfqətlisən, mərhəmətlisən. Yəni uca Allah bu məqamda özlərindən əvvəlki möminlər üçün dua edən və qəlblərində onlara qarşı kin, küdurət, həsəd, paxıllıq yəni olmasın deyənə dua edən bəndələrini tərifləyir. Yəni onlar dua edirlər, yəni bağışlanma dilirlər öz qardaşları üçün və nə istəyirlər? Sağlam qəlb istəyirlər ki, o qəlblərində qardaşlarına qarşı kin, küdurət, nifrət olmasın. Digər bir ayədə Allah Teala buyurur ki, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. O gün nə mal dövlət, nə oğul uşaq fayda verməz, ancaq sağlam bir qəlblə Allahın huzuruna gələn kimsədən başqa. Yəni sağlam qəlb, yəni Allahın şəriəti, yəni şəriəti ilə ziddiyyət təşkillənməyən və şübhələrdən uzaq olan qəlbdir. Tövhidlə Allaha yönələn bir qəlbdir. Yəni Allahın qadağan etdiyinə zid olan və şəhvətlərindən və nəfsi istəklərindən pak olan bir qəlbdir, sağlam qəlb. Yəni bu qəlb, belə bir qəlb şirkdən uzaqdır, həsəddən uzaqdır, paxıllıqdan, nifrətdən. Yəni insan heç kəsə paxıllıq etmir, heç kəsə nifrət etmir, kin, küdurət bəsləmir. Bu sağlam qəlbdir. Öz qardaşına qarşı qəlbində kin, küdurət yoxdur. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm insanları, müsəlmanları bir-birinə qəlbində o həsəd yaradan, paxıllıq yaradan, kin yaradan əməllərdən çəkindirib. Və o əməllər barəsində hansı əməllərdir onlar ki, o əməllər səbəbi ilə insanların bir-birinə qarşı kin, küdurəti yəni üzə çıxır, kin, küdurət yaranan insanın qəlblərindən. Allah Resulü sallallahu aleyhi ve sellem onları bəyan edir və deyir ki, lə təhəsədu, bir-birinizə həsəd eləməyin deyir. Və lə təbəğadu, bir-birinizə nifrət etməyin. Və lə tənəcəşu, və nəcəş etməyin. Nəcəş də biz keçən dərslərimizdə dediyi mənası nədir? Nəcəş, biri bir mal satır, gəlir, almaq istəmir, sadəcə qiymətini qaldırmaq məqsədində deyir, mən 5 verirəm, o birisi gəlir, deyir, 10 verirəm. Halbuki almaq niyyətləri yoxdur, buna nəcəş deyirlər. Allah Resulü sallallahu aleyhi ve sellem deyir, nəcəş eləməyin, buna eləməyin. Qadağan eləyib Allah Resulü sallallahu aleyhi ve sellem. Və lə tədəbəru, bir-birinizdən üz döndərməyin, üz çevirməyin. Və lə yəbi' ba'dukum alə bey'i ba'd, və bir-birinizin malı üzərindən mal satmayın. Biri nəsə satır, gəlir o birisi ona deyir ki, mən daha aşağı qiymətə verirəm sənə, gəl məndən al. Bu nə yaradır qəlbdə? İstər-istəməz insanın qəlbində kin, küdurət yaradır. Və bu əməldən Allah Resulü sallallahu aleyhi ve sellem çəkindirir ki, qəlblərdə kin, küdurət yaranmasın. Nəcəş etmə, başqasının alverinə girişmə. Və kunu ibadallahi ixvanən deyir. Ey Allahın qulları, qardaş olun deyir. Əl-muslimu əxul-muslim. Müsəlman, müsəlmanın qardaşıdır. Lə yazlimuhu. Ona zülm etməz. Və lə yaxziləhu. Onu alçaltmaz. Ona zülm etməz, onu alçaltmaz. Onu aldatmaz və onu təhqir etməz. Və sonra Allah Resulü sallallahu aleyhi və səlləm təqva buradadır deyərək əli ilə sinəsinə işarə etdi 3 dəfə. Ət-təqva həhunə deyərək əlini sinəsinə işarə etdi. Daha sonra Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, müsəlman qardaşını təhqir edən kimsə artıq şər iş görmüşdür. Bir müsəlmanı təhqir edən kəs artıq şər iş görmüşdür deyir. Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır. Hədisi Buxari rəvayət etmişdir və həmçinin Müslim. Və ilk olaraq fikir verir bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem həsəd aparmağı, həsədi qadağan etdi.
Və deyir, həsəd aparmayın, həsəd eləməyin. Çünki həsəd nə deməkdir? Həsəd yəni Allahın verdiyi bir neməti, birinə bir nemət verib Allah subhanahu wa ta'ala, yəni onun əlindən çıxmasını istəyir biri. Yəni Allahın verdiyi nemətin ondan aradan qalxmasını istəyir. Nəyə görə ona verilib? Və yaxud ondan gedib mənə gəlməsini istəmək. Buna həsəd deyirlər. Bu Allahın bölgüsüdür, Allahın lütfüdür, ona bəxş edib. Allahın qədəri ilə razılaşmaq lazım. Buna həsəd deyirlər. Bu xəstəlikdir. Və həsəd aparan insan çalışır ki, yəni Allah nemət verdiyi bəndədən həmin nemət alınsın. Yəni niyə görə? Nə üçün? Bunu niyə görə istəyir? Yəni çünki onun qəlbi bu müsəlmana qarşı nifrətlə və paxıllıqla doludur. Yəni, nifrətdən irəli gəlir, paxıllıqdan irəli gəlir. Yoxsa nəyə görə sən müsəlman qardaşından o nemətin aradan qalxmasını istəyirsən, ona həsəd eləyirsən? Əksinə sevinməlisən ki, əlhamdülillah müsəlman qardaşının yəni bir xeyir üz verib. Yəni onda olan o xeyrə sevinməlisən, sevinməliyik. Müsəlmanlar bir bədən kimidir. Birinə nəsə olanda digəri əziyyət çəkməlidir. Birinə bir xoş gün görəndə, xoş bir nəsə baş verəndə nədir? Sevinmək lazımdır. Əksinə, əksi olmalıdır. Sən sevinmirsənsə, müsəlman qardaşının ona verilən nemətə həsəd eləyirsənsə, deməli qəlbində problem var. Bu həmçinin qədərə qarşı üsyandır. Ya istəyir ki, ondan götürülsün o, buna verilsin, ya da heç buna verilməsə də, o nemət gəlməsə də, nədir? Ondan aradan qalxsın. Bu da həsəd. Yəni, insanlar belə həsəd aparan kimsənin şərindən Allaha sığınmalıdırlar. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allahümme inni ə'udhu bikə minəl-ayni vəl-həsəd. Allahım gözdən, gözdəymədən və həsəddən sənə sığınırım. Həsəd edənin şərindən də Quran-ı Kərimdə hansı surələrdir? Fələq, Nas surələri. Orada açıq-aşkar həsəd edənin şərindən Allah Teala deyir, sığınıram Allaha, yəni həsəd edənin şərindən. Və həmçinin bu həsəd edənlərin etdiyi hərəkətlərdən də bu görsənir. Dillərindən, əməllərindən bu görsənir. Necə görsənir? Yəni bunun əsər əlaməti insanın zahirində özünü büruzə verir. Yəni qəlbində olsa da bu həsəd üzə də vurur. Əməllərinə də çevrilir. Əməllərdə görsənir. Görsən ki, dili ilə daim qeybət edir, böhtan atır, müsəlmanlara ləkə yaxır. Yəni hər məclis qurulanda, imkan olanda nədir, qardaşının, müsəlman qardaşının eyiblərini açmağa çalışır, onun qeybətini etməyə çalışır. Sirrini açır onun. Ola bilər hansı bir eybi var. Heç kəs eyibdən münəzzəh, təmiz deyil. Hamının bir günahı var, bir eybi var, bir qüsuru var. Əksinə biz örtməliyik. Allah subhanahu wa ta'ala belə örtür, sittirdir Allahın adlarından biri. Sən niyə açırsan? Nə ehtiyac var ki, bir müsəlmanın eybini bir məclisdə və yaxud bir cəmaat içində açırsan? Əksinə örtməlisən. Belə ürəyin yanır, belə istəyirsənsə, nədir, get nəsihət elə. Çalış onu oradan, çıxart onun o qüsurunu, nədir, düzəlməsinə səbəb ol, kömək ol, yardım et. Əgər xeyir istəyirsənsə. Hərdən, bəzən də görürsən ki, deyir, yəni böhtan, yalandır. Heç onda elə şey yoxdur. Böhtan atılır, yalandan şər atılır adamı. Bu həmçinin nədir? Pis əxlaqın nümunəsidir. Və iblisin də günaha düşməsinə əsas səbəb nə olmuşdu? Adəm aleyhissalama qarşı olan həsəd. Ayətdə bilirsiniz ki, nə deyir o? Allah Teala buyurur ki, yoxda, ənə xayrun minhu deyir iblis. Mən ondan xeyirliyəm. Nəyə görə? Xaləqtəni min nərin və xaləqtəhu min tin. Məni oddan yaratmışsan, onu isə palçıqdan. Həsəd eləyir. Deməli, bu əxlaq nədir? Həsəd Allahın düşmanlarının əxlaqıdır. İblis Allahın əsas düşmanlarındandır. Şeytan. Və onun yəni qovulmasına səbəb nə olmuşdu? Asiliyinin səbəbi nədir? Kökü hardadır? Həsəd. Deməli, bu əməl, bu həsəd etmək Allahın düşmanlarının olan kafirlərin, Allahın düşmanlarının əxlaqındandır yəni. Və həmçinin Allah subhanahu wa ta'ala bu haqda Quran-ı Kərimdə buyurur ki, kitab əhlindən bir çoxu həqiqət onlara, haqq onlara
bəlli olduqdan sonra belə nədir? Həsəd üzündən, həsədləri səbəbilə iman gətirmiş olduğunuz halda yenidən sizi küfrə sövq etmək istəyirlər. Səbəb nədir? Sizin küfrə sövq etməyiniz istəməkləri nədir? Nəyə görə? Həsəddəndir. Kafirlərin əxlaqıdır bu həsəd. Əm yəhsədunən-nəsə alə mə ətəhumullahu min fadlih. Allah Teala buyurur ki, yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar. Yəni Allah bəxş eləyib bu nemətləri. Allahın bəxş etdiyinə görə sən həsəd aparırsan buna görə. Ona görə müsəlmanın üzərinə vacib olan nədir? Vacibdir ki, Allahın bölgüsü ilə razılaşsın. Kimə nə veribsə Allah verib. Birinə çox, birinə az. Bu Allahın bölgüsüdür. Ruzi verən Allahdır, nemət verən Allahdır. Sən asi çıxmağın, həsəd etməyin birbaşa Allahın bölgüsünə nədir? Narazılığı göstərir. Və sonra bu hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, bir-birinizə nifrət etməyin. Yəni, nifrətdən çəkindirir bizi Allah Rəsulü sallallahu aleyhi və səlləm. Yəni, biz möminik, qardaşıq, bir-birimizə nifrət etmək bizə yaraşmaz. Və bu qardaşlıqda da nifrətə yer yoxdur. Sevgi Allaha olmalıdır, Allahı sevməliyik. Dostluq da nədir? İman əhlinə edilməlidir. İman əhli ilə, müsəlmanlarla da nədir? Dostluq olmalıdır. Əl-vələ vəl-bəra. Əl-vələ, dostluq, müsəlmanlarla olur. Bəzən görürsən ki, adam hər hansı bir kafirə qarşı gözəl rəftar eləyir, onu sevir, ona bəslədiyi o əxlaqı öz müsəlman qardaşına göstərmir. Bu müsibətdir. Əksi olmalıdır bunun. Müsəlman qardaşın da o sənin, hətta onda qüsurlar olsa belə, ona olan əxlaq, ona olan sevgi, ona olan o davranış üstün olmalıdır. Yəni, sevəndə Allah üçün sevməlisən, nifrət də Allah üçün olmalıdır. Və sonra nəfsin, həsədin, kin-küdurətin, yəni bu hökm etdiyi nifrətdən uzaq durmaq möminlərə əmr olunmuşdur. Hədislərin birində Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, əvvəlki ümmətlərin dərdi sizə gəlmişdir. Yəni onlara üz verən o xəstəlik sizə üz vermişdir. Nədir bu? Bu deyir, həsəddir və nifrət. Həsəd və nifrət. Və deyir, bunlar saç qırxan deyil. Yəni saçı qırxan deyil. Dini qırxandır. Dini aradan qaldıran şeylərdir. Fikir verin. Aleyküm salam. Və sonra وَلَا تَنَاجَشُ hədisdə keçən bayaq izah etdiyimiz məqam nəcəş etməyin, yəni malın satılması üçün bir müsəlman mal satırsa gəlib onun nədir? Ticarətinə manəçilik törətmək olmaz. Yalandan qiymət artırmaq üçün mən 5 verirəm, 10 verirəm, almaq istəmir, amma bu cür əməllər alış-verişdə icazəli deyil. Çünki bunlar da qəlbdə kin-küdurət yaradır. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, bir-birinizdən üz çevirməyin, lə tədəbəru, üz döndərməyin bir-birinizdən. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir-birimizdən üz çevirməyimizi qadağan etmişdi. İki müsəlman deyir, üz-üzə gəldikdə birinin üzünü o tərəfə çevirməsi, sanki bunu görmür yəni. Digərinin isə bu tərəfə çevirməsi halal olmaz deyir. Allah Resulü sallallahu aleyhi ve sellem. Hədis Buxari və Müslimdə keçir. Və deyir ki, وَكُونُ عِبَادَ اللّٰهِ إِخْوَانَا Ey Allahın qulları, qardaş olun, qardaş bəndələr olun. Və ona görə bu qardaşlıqdırsa, bu qardaşlıqda nədir? Həsədə yer olmamalıdır, nifrətə yer olmamalıdır, kin-küdurətə yer olmamalıdır. Alış-veriş məsələlərində bir-birimizi aldatmamalıyıq. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir, Əl-muslimu əxul muslim. Müsəlman, müsəlmanın qardaşıdır. Hədisdə keçən, Əl-muslimu əxul muslim. Müsəlman, müsəlmanın qardaşıdır. Və doğru, möhkəm qardaşlıq nədir? İman qardaşlığıdır. İnnəməl mu'minunə ixvə. Allah Teala buyurur ki, həqiqətən də möminlər qardaşdılar. Ona görə müsəlman qardaşdır bir-birinə və bir müsəlman bir müsəlmana zülm etməz. Hətta onlar qeyri-müsəlmanlara zülm etməzdir. Tək müsəlmana yox, qeyri-müsəlmanlara belə zülm etmək olmaz. Zülmü Allah Teala
haram edib. Ya ibadi inni harramtu zulmə alə nəfsi. Allah Teala qudsi bir hədisdə buyurur ki, ey qullarım, mən zülmü özümə haram etdim, öz nəfsimə. Və cealtehu beynekum muharraman fələ təzalimu. Sizin aranızda da zülmü haram edirəm. Odur ki, bir-birinizə zülm etməyin. Qeyri-müsəlmana, kafirə belə zülm etmək olmaz. Gör, müsəlmana zülm etmək necə? Sonra Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, la yazlimuhu və la yaxzuluhu. Ona zülm etməz və onu alçaltmaz. Müsəlman müsəlmanı alçaltmaz. Əksinə, dayaq olmalıdır müsəlman müsəlmana. Kömək etməlidir. Yəni, zülm etmək hara? Zülmündən heç əslində biz danışmalı deyilik. Zülmü qoy qırağa. Kömək etməlidir, yardım etməlidir. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, unsur əxakə zalimən əv məzlumə. Qardaşıva zalim də olsa, məzlum da olsa yardım et. Deyirlər, ya Resulallah, məzlumu bildik. Zülm olunur, yardım et. Zalıma da yardım edək. Deyir, bəli, zalıma da yardım et. Əlindən tutmaqla. Görürsən, bir qardaşın, müsəlman qardaşın zülm eləyir, kiminsə haqqına girir. Nədir? Sən qarışmalısan, izin verməməlisən buna. Əlindən tutmalısan. Bununla sən həmin müsəlmanın özünə yaxşılıq etmiş olursan. Onun həm dünya aqibətində, dünyada ona baş verəcək, bu zülmünə görə baş verəcək bir cəza ola bilər. Ondan onu qorumuş sayılırsan və həmçinin ən əsası da axirətdə. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim qardaşına kömək etmək qüdrətində, iqtidarında olduğu halda onu alçaldarsa, bunu alçaltma adlandırıb. Yəni, kömək etməmək, alçaltmaq adlandırıb Allah Resulü. Kim bir müsəlmana gücü satarsa, kömək eləmək etməzsə və bununla onu alçaldarsa, qardaşına kömək etmək iqtidarında olduğu halda onu alçaldarsa, qiyamət günü Allah Teala da onu hamının qarşısında nədir? Cəmaatın qarşısında alçaldacaqdır. Hədisi Əhməd rivayət etmişdir. Və ona görə ilk öncə həsəddən danışdıq, kin-küdrətdən danışdıq. İnsan həsəd etdiyi zaman baxırsan ki, o həsəd onun əməllərində büruzə verir. Bir məclisdə cəmaat içində kiminsə həsədini aparırsa, onu pisləməyə çalışır. Onun haqqında pis sözlər alçaltmağa çalışır. Sən də bunu gördüyün halda buna susmalı deyilsən. Susmuş olsan, qüdrətin çatdığı halda ona cavab vermirsənsə, müsəlman qardaşı haqqını saxlamırsansa, artıq nədir? O müsəlmanı alçaltmış sayılırsan sən də. Çünki müsəlmanın irzi, namusu, şərəfi nədir? Toxunulmazdır. Görürsən ki, bir müsəlmanın irzinə, namusuna, şəxsiyyətinə toxunulur. Nədir? Gücün çatırsa, bu iqtidarı varsa səndə, cavabını verə bilirsənsə verməlisən. Susmalı deyilsən. Deməli, hər kəs öz eybi ilə məşğul olsun. Öz əməllərinə baxsın. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir, müsəlman müsəlmanı aldatmaz. Yəni, müsəlman digər müsəlmanı aldatmaz. Və həmçinin kafirlərə də aiddir. Müsəlman dürüst olmalıdır, heç kəs aldatmalı deyil. Xüsusən də müsəlman müsəlmana. Ona doğru söz danışmalıdır. Yalan, batil şeylər danışmaq olmaz. Doğru danışmaq müsəlmanın əxlaqındandır. Çünki sən danışanda qardaşın səni müsəlman görür. Sən müsəlmansan, onun qardaşısan, sənə inanır, etibar eləyir. Artıq yalan danışanda, onu aldadanda nədir? Bu etibar da aradan qalxır. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, və onu təhqir etməz. Yəni, müsəlman müsəlmanı təhqir etməz. Allah Teala buyurur ki, ey iman gətirənlər, bir cəmaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha xeyirlidirlər, daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasik adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlardır. Deməli, müsəlmanı təhqir etmək, pis ləqəblə onu çağırmaq nədir? Müsəlmanı təhqir etmək nədir? Fasiqlikdir. Allah Teala nə deyir? İman gətirəndən sonra fasik adlanmaq necə də pisdir.
Yəni, bu fisk əməllərdir. Bir gün Əbu Zər radiyallahu anhu bir kişiyə deyir, ey qaranın evladı. Ey qaranın evladı. Bu sözü deyir ona. Və Peyğəmbər sallallahu aleyhi ve sellem eşidir. Nə deyir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sən cahilliyə xüsusiyyəti daşıyan bir kimsəsən deyir. Yəni, bu cahilliyə əməlidir. Yəni, onu nə adlandır? Qara adlandırdığına görə. Gör, bundan betər sözlər deyilsə, bir müsəlman birisini söyür. Bu nədir? Və sonra Allah Resulunun sallallahu aleyhi ve sellem deməsi ki, ət-təqva həhunə, təqva buradadır və əli ilə işarə eləyir sinəsinə. Təqva nə deməkdir? Təqva Allahın nuru üzərində Allahın əmrlərini yerinə yetirmək. Yəni, elm üzərində Allahın əmr etdiklərinə əməl etmək, yerinə yetirmək və həmçinin Allahın nuru üzərində, yəni elm üzərində də nədir? Qadağan etdiyi şeylərdən çəkinməkdir. Və deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bihəsbi imrin min şər ən yəhqira əxahu muslim. Müsəlman qardaşını təhqir edən kimsə artıq şər iş görmüşdür. Və hər bir müsəlmanın qanı, malı, namusu digər müsəlmana haramdır. Allah Resulü sallallahu aleyhi ve sellem təqva ilə bağlı dediyi hədisdə təqva buradadır, qəlbinə işarə eləyir. Sonra nədir? İnnəlləhə lə yanzuru ilə suvarakum. Allah sizin simanıza baxmaz. Və lə ilə əmvalikum. Sizin malınıza da baxmaz. Nəyə baxar Allah Teala? Sizin qəlbinizə və əməllərinizə baxar. Qəlbinizə və əməllərinizə baxar. Deməli, həm qəlb, həm əməl. Tək qəlblə də deyil. Biri danışır, bir fasiqin biridir. Deyirlər, bəs niyə belə, niyə bu əməl eləyirsən, niyə bu cür eləyirsən? Qadir deyir ki, yəni Allah Teala cismimizə baxmır və bizim bu hədisi gətirir, ərəbdir, bu hədisi gətirdi, bu yerini gətirmədi. وَلَكِنْ يَنْظُرُ إِلَى قُلُوبِ. Allah sizin qəlbinizə baxır, qəlbim təmizdir deyir. Əməlikum gətirmədi. Əməllərinə də baxır sənin. Tək qəlblə deyil ki, qəlbin təmizdirsə bu əmələ də üz vurmalıdır. Ona görə əməllər də önəmlidir. Əməllərin salih olması. Qəlbin təmizdirsə, əməlin də salih olar. Və ona görə Allah Teala buyurur ki, İnnəmə əkramakum indəllahi ətqakum. Allah qatında ən hörmətliniz Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olunuzdur. Yəni təqva ilə ölçülür kimin üstün olması. Və yəni, üstünlük nəsəblə deyil, üstünlük var dövlətlə deyil, kiminsə nəyinsə olmasıyla deyil. Allah qatında üstünlük nədir? Təqva ilədir. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, kimin əməli onu geridə qoyarsa, nəsəbi, nəcabəti onu irəli aparmaz. Əməl də əsas. Sənin əməlin səni geridə qoyubsa, əməllərinlə sən, yəni əməl etmirsənsə, qabağa getmirsənsə, irəliləmirsənsə əməllərinlə, nəsəb sənə heç nə eləyən deyil. Nəsəblə irəli gedəməyəcəksən. Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmanlara haramdır. Ona görə haqsız yerə müsəlman qardaşını qanına axtmaq haramdır. Yer üzündə fəsad törətmək haramdır. Günah və haram olan işlərdə yardımlaşmaq haramdır. Və həmçinin bir cinayətkarı yer üzündə fitnə fəsad törətmək istəyən kimsəni gizlətmək haramdır. Allah Resulü lənətləyib bir bidətçiyə sığınacaq verənə, cinayətkara sığınacaq verəni Allah Resulü sallallahu aleyhi ve sellem lənətləyib. Zalıma yardım etmək, onun zülmündə bunlar haramdır. Necə ki Allah Teala buyurur ki: "Və təavunu alel birri və təqva və la təavunu alel ismi vəl udvan." Yaxşılıq etməkdə, pis əməllərdə çəkinməkdə əlbir olun, bir-birinizə yardım edin. Günah iş görməkdə və düşmənçilik etməkdə isə bir-birinizə kömək etməyin. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki: "Mən iqtata'a şibran minel ardi tawwaqahu Allahu yawmul qiyameti min sab'i aradin." Kim haqsız olaraq, haqsız yerə bir qarış yeri, torpağı zəbt eləyərsə, qiyamət günü 7 qat yerə cilovlanar, bürünər.
Yəni haqsız yerə, yəni sənin haqqın bura qədərdir. Torpağa girmək olmaz. Girdin başqasının torpağına ki, bura mənimdir deyib girərsənsə nədir? Allah Rəsulü sallallahu əleyhi və səlləm dediyi kimi haqsız olaraq bir qarış yer qəsb etsə, qiyamət günü 7 qat yerlə cilovlanar. Ona görə Allah Teala buyurur ki, hamınız birlikdə, hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Allahın sizə olan nemətini xatırlayın. Yəni siz bir-birinizə düşmən ikən, siz bir-birinizə düşmən idiniz, o sizin qəlblərinizi birləşdirdi. Və onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz odlu bir uçurumun kənarında idiniz, o sizi ondan xilas etdi. Allah öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola yönələsiniz. Allah subhanahu ta'ala bizi mehriban etsin, qardaşlığımızı möhkəmləndirsin. Fitnə fəsaddan, aramızda olan kin-küdurətdən Allah Teala bizi qorusun, kin-küdurət olmasın. Bir-birimizi Allah üçün sevək, Allah üçün bir-birimizə yardım edək və Allah subhanahu ta'ala bizi sabit etsin dinində. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə ente, estağfiruke və etûbü ileyk.